İndiki amin deyirsiz, gəlin bir dənə də dəqiq dua edim. İlahi, elə nemətlər ki, bizim fikrimizi və zikrimizi məşğul edir. Onları o qədər çoxalt ki, artıq bizə təzə gəlməsin, fikrimizi məşğul etməsin. Yəni nə? Bəli, elədir, gərək nə gördü az qaldı özündən getsin tiplərdən olmayaq ki, nemət biraz çoxalanda özümüzü itirək, Allahı da unudaq. İlahi, nemətləri o qədər artır ki, artıq bizi məşğul etməsin. Mən istəyirəm yalnız sənə məşğul olum. Elə bu duanı etdiyin anda Allah Taala sanki belə buyurur. Doğrudan sən istəyirsən mənə məşğul olasan? Yəni əgər neməti artırsaq, yenə də mənə diqqət edəcəksən? Tutaq ki, sənə 10 dənə maşın versəm, deməyəcəksən ki, mən niyə 20 dənə maşınım yoxdur? Axı insanın təbiəti belədir, ona görə də Allaha belədir. İlahi, mənə sərvət və nemətin əsl dəyərini biləcək qədər tutum, qabiliyyət ver, ta ki sənə daha çox məşğul olum.